Biz nəyə görə yaşıl şeylərə göyərti deyirik? Ümumiyyətlə göyərti görsə yaşıl rəngdədir. Bəs biz nəyə görə ona göyərti deyirik? Bu qədim türk mədəniyyətindən gəlir. Belə ki, təbiətdə var olan yaşıl rəngdə şeylər Tanrıdan gəldiyinə görə, yəni göydən gəldiyinə görə, çünki Tanrı göydədir qədim türk dilində, göyərti, yəni göy rəngindən ifadə olunur. Hansısa bir bitki, biz yediyimiz bitki. Ona nə deyirik? Göyərti deyirik. Bunu mənə kim öyrətdi? Mənbə sağımda oturub, amma adını verməyəcəm çünki mənə məxsuslardır. Yəni bununla bağlı çox əslində variantlar var. Mən universitet vaxtında eşitmişdim ki, güya türklərin göz reseptorlarından qaynaqlanırmış. Bəziləri isə deyirdi ki, köçəri olduqlarına görə uzaqda gördükləri dağdakı bitkilərin əksəriyyəti göy gəlirdi gözlərinə, ona görə ona göy deyirmişlər. Amma bunların bu gün yalan olduğunu gördüm. Mənim əynimdəki yaşıl əslində bu yaşıldır. Bəli, bu türklər ona yaşıl deyir. Çünki türklər bunu özü imal edib. Yəni insan tərəfindən emal olunan bir şey yaşıldırsa, ona yaşıl deyir. Amma yox, Tanrıdan gəlirsə, təbiətdən gəlirsə, o göydən gəldiyi düşünülür deyə ona göy deyirlər.